Salamlar. Bugün sizə uşaqların və müəllimlərin ən çox qarışdırdığı genetika mövzularından biri olan qametlərin saflığı hipotezindən danışmaq istəyirəm. Əslində 2018-ci ildə genetika ilə bağlı olan sizlərlə paylaşdığım video materiallarda qametlərin saflığı hipotezindən danışmışam. İndi isə qısa bir məlumat vermək istəyirəm. Birincisi, qametlərin saflığı hipotezi yalnız və yalnız diploid orqanizmlər üçün keçərlidir. Triploid, tetraploid, pentaploid, hexaploid, yəni poliploid orqanizmalar üçün keçərli deyil. Haploid orqanizmalar üçün də keçərli deyil. Diploid orqanizmanın genotipi belə ola bilər. Böyüyə-böyüyə, böyüyə-kiçiyə, kiçiyə-kiçiyə, böyüyə-kiçiyə, böyük-böyük, böyüyə-kiçiyə, böyük-kiçik, kiçiyə-kiçiyə, kiçik-kiçik, kiçiyə-kiçiyə, böyük-böyük və s. Bəzən bunu deyirlər. Qametlərin saflığı hipotezi yalnız saf xəttlər üçün, yəni homozigot olan orqanizmlər üçün keçərlidir. Tamamilə yanlışdır. Orqanizmanın genotipində bir hərfdən 2-dən artıq olmamalıdır. Yəni, orqanizmanın genotipi diploid dəsti böyüyə-böyüyə ola bilər. Homozigotlu, saf xəttli və qametin saflığı hipotezini tətbiq edə bilərəm. Böyüyə-kiçik ola bilər. Heterozigotlu və bir hərfdən A-dan 2 dənə var. Biri böyükdür, biri kiçikdir. Və yaxud diploid dəsti kiçiyə-kiçiyə. Burada saf xəttli, amma yenə də qametlərin saflığı hipotezi keçərlidir. Yəni, mütləq deyil ki, o homozigot olsun, yəni saf xətt olsun. Əsas odur ki, bir hərfdən 2-dən artıq olmasın. Diploid orqanizm üçün söylədiyim bu genotipləri triploid orqanizm üçün bu cür yaza bilərəm. 3n bərabərdir böyüyə-böyüyə, böyüyə və yaxud 3n bərabərdir böyüyə-kiçiyə, kiçiyə və yaxud 3n bərabərdir kiçiyə-kiçiyə, kiçiyə. Bu dəstlərdən hər hansı biri ola bilər və yaxud başqa ehtimallar da ola bilər. Gördüyünüz kimi triploid dəstə bir hərfdən, yəni A hərfindən 3 ədəd var. Bura qametlərin saflığı hipotezini tətbiq edə bilməyəcəm. Və yaxud tetraploid dəst yazmaq istəsəm, böyüyə-böyüyə, böyüyə-böyüyə, kiçiyə-kiçiyə, kiçiyə-kiçiyə, böyüyə-böyüyə, kiçiyə-kiçiyə yaza bilərəm. Hexaploidləri və s. də bu şəkildə davam etdirə bilərsiniz. Yəni, eyni hərfdən 6 dənə yazsanız hexaploid olacaq. Və yaxud tetraploidi belə də yazmaq olar. Böyüyə-kiçiyə, böyüyə-kiçiyə, kiçik-kiçik, kiçik-kiçik. 2 dənə hərf var və hərəsindən 4 dənə var. Bu tetraploid orqanizmdir. Bunlara nə üçün qametlərin saflığı hipotezini tətbiq edə bilməyəcəm? Diploid orqanizma böyüyə-kiçiyədirsə, onun 2 tip qameti olacaq. Qametlərin yarısı böyüyə geni daşıyacaq, yarısı kiçiyə geni daşıyacaq. Yəni, qametlərə bu allel gen cütündən biri düşdü. Və yaxud diploid dəst böyüyə-böyüyədirsə, onun qameti yalnız böyüyə daşıyacaq, başqa bir hərf olmayacaq. Yəni, qametlərin saflığı hipotezi odur ki, diploid orqanizmlərdə olan allel gen cütündən, yəni 2 dənəsindən biri qametə düşə bilsin. Tetraploid orqanizmin qameti diploiddir. Hexaploid orqanizmin qameti triploiddir. Ona görə bunlarda qamet haploploid olmadığı üçün qametlərin saflığı hipotezini bu orqanizmlərə tətbiq edə bilmərik.